Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün ayın 14-ü MİQ imtahanı keçirilib və MİQ imtahanında hal-hazırda ibtidai siniflər və informatika üzrə olub. Ən çox ixtisaslar sabahdır, 15-idir və bu gün isə yalnız 2 ixtisas üzrə imtahanlar keçirilmişdi. Bu gün imtahana düşən kurikulum sualları o qədər də çətin, dərin, qəliz suallar deyil. Sadəcə 1-2 situasiya sualında iki başlı suallarımız, qarışıq suallarımız olub. Digər bütün suallar hər dəfə toxunduğumuz, hər məqamda yadımıza saldığımız dərslərlə bağlıdır, mövzularla bağlıdır. Hansı ki, hər dəfə bunu dəfələrlə təkrar edirik, öyrənirik, onlarla bağlıdır. Və çox şükür ki, çox gözəl nəticələrimiz var. 15 düz, 17 düz, 16 düz. Müəllimlərimiz kurikulumdan yüksək nəticələrlə çıxıblar imtahandan. İndi isə gəlin suallara baxaq. Hansı ki, indi ibtidailər də hal-hazırda imtahandan çıxıb. İbtidailərdə bura qeyd eləməmişəm, amma 2 dənə taksonomiya düşüb, bir dənə inteqrasiya ilə bağlı sual düşüb, yenə də rəylərlə bağlı düşüb. 2 dənə, birində yanlış rəy soruşub, birində konstruktiv rəy soruşub. Yəni birində düzgünlük istəyirmiş, birində yanlışı istəyirmiş. Müəllim şagird müəllim valideyn münasibətlərindən düşüb. Daha sonra belə, yəni bu birinci növbə ilə ikinci növbənin sualları, mövzuları demək olar ki, eynidir. İş üsullarından sual düşüb. Demək olar ki, yəni 90% üst-üstə düşən mövzularımızdır. İndi isə gəlin informatika ixtisasına düşənlərə baxaq. Burada da yenə də bizə düşüb rəylə bağlı, müəllim-şagird münasibəti, iş formaları, empatiya, taksonomiya, təlim nəticəsinin meyarlara uyğunluğu, yəni bu mövzular üzərində suallar əhatələnib. Hansı ki, bu da yadda qalan, müdavimlərin yadında qalan suallar ətrafındadır. Gəlin birinci suala baxaq. Deyir, güllərin gecə-gündüz suvarılması prosesini avtomatikləşdirmək üçün proqramlaşdırılma dilindən istifadə edərək proqram tərtib edin. Baxın, biz hansısa proqramlaşdırma dilindən istifadə edirik. Yəni, özümüz öz beynimizdən nəyisə qurub düzəldib yaratmırıq. Nəyəsə əsaslandığımız, məsələn, necə deyək ki, şagird araşdırıb fikir bildirirsə, bu məntiqi təfəkkürdən öz fikrini bildirirsə, tənqididir. Çünki biz araşdırılsa, bu artıq bizim öz beynimizin məhsulu olmur. Burada da yenə də biz proqramlaşdırılma dilindən və yaxud da verilən təlimatlara əsasən sözlərini görürüksə, burada tətbiq etmək olur, yaradıcılıq olmur. Ona görə də cavabımız tətbiq etməkdir. İkinci sualda isə deyir ki, məsələnin həlli alqoritminin blok sxemini qurun və necə həll edildiyini izah edin. Bəzi müəllimlər də deyir, əsaslandırın düşmüşdür. Yəni, bəzisi əsaslandırın deyir, bəzi izah edin deyir. Heç bir fərqi yoxdur. Biz burada da blok sxemini qururuq və necə edildiyini, necə həll edildiyini, məsələn, bizə necə həll etdiyini, bizdən özümüzün, beynimizin məhsulunu, öz fikrimizi əsaslandırmağı istəsə, haradasa dəyərləndirmək ola bilər. Bizdən kimisə mövqeyini, başqasının münasibətini istəsə, təhlil ola bilər. Blok sxemini qurun hissəsinə qədər olarsa tətbiqdir. Amma qurduğumuzda izah ediriksə, bu artıq anlama mərhələsidir. Növbəti gəlirik 3-cü suala. Müəllim evə kompüter şəbəkələri haqqında təqdimat hazırlamağı tapşırıb və şagirdin təqdimatını yoxlanarkən verəcəyi hansı rəy konstruktiv olar? Burada da biz bilirik ki, şagirdə müsbətini deyirik, konstruktiv rəydə mənfisini deyirik, daha sonra dediyimiz mənfiyə uyğun istiqamət veririk. Amma effektiv rəydə isə ola bilsin ki, müsbətini demişik, mənfisini demişik ki, buna diqqət edərsən, istiqaməti verməmişik. Bu effektivdir, amma konstruktiv deyil. Konstruktiv rəy olması üçün məsələn deyirik ki, qlobal şəbəkəni düzgün işləmirsən, bu müsbətidir. Lakin lokal şəbəkəni əsaslandırma etməmisən, bu mənfidir. Onları da nəzərdən keçirərsən, hansı ki, biz onu artıq istiqamət verir ki, biz qlobal şəbəkələrlə bağlı, daha sonra lokal şəbəkələrlə bağlı nələrsə nəzərdən keçirtməliyik. Bu da olur konstruktiv rəyimiz. Gəlirik 4-cü suala. Şagirdin anlama səviyyəsi qat-qat yüksəkdir. Yəni, bu uşaq biraz daha çevik uşaqdır və bizə deyir ki, müəllim şagirdin özgüvənini qırmamaq üçün səhv etdiyi hallarda belə səhvini demir, qiymətləndirmə edir və şagird iş üçün müsahibəyə gedəndə, bu biraz qarışıq sualdır. Şagird nədir, iş müsahibəsi nədir? Real nəticəsi ilə üzləşir və müəllimə aid güvəni qırılır. İndi bizə deyir ki, müəllimin etdiyi səhv hardadır? Baxın, burada müəllim real mən ilə ideal mən arasındakı əlaqəni uğursuz edib. Çünki, yəni orada bir neçə variant olub əslində, onlar tamamilə uyğunsuzdur. Bu şagird əslində, yəni onun anlama səviyyəsi qat-qat yüksək ola bilər. Amma ki, bu tam olaraq bu uşaq, yəni biz onun heç bir çatışmayan tərəfini demirik, ay birdən ağlayar, birdən pis olar, birdən motivasiyadan düşər. Və bu da şagirdi əslində gəlib sonda daha böyük bir pis nəticə ilə üzləşdirir. Ona görə də cavabımız real mən ilə ideal mən arasındakı əlaqənin uğursuzluğudur. 5-ci sualda bizə deyir ki, şagirddə vətəndaşlıq hissini artırmaq üçün müəllimin etdiyi fəaliyyəti seçin.
Vətəndaşlıq hissi bilirsiniz ki, səriştələrdə 21-ci əsr bacarıqları, fəal vətəndaşlıq kompetensiyası, bunların hər birini dəfələrlə öyrənmişik bu məqamı. Burada da deyir ki, şagirdlər sosial cəmiyyətdə olan fəaliyyətlərlə bağlı müzakirələr təşkil edirlər. Sosial cəmiyyətdən söhbət gedirsə, əlbəttə ki, burada fəal vətəndaşlıq kompetensiyası var. Hansı ki, biz deyirdik ki, şagird digər insanların xeyri üçün, cəmiyyətin inkişafına, digərlərindən müzakirələr təşkil edirsə, ünsiyyətdə olursa, əks əlaqə qurursa, bu uşaq həqiqətən də fəal vətəndaşlıq kompetensiyasına yiyələndiyinin göstəricisidir. Məsələn, deyirik ki, yerə zibil tökülüb, bununla bağlı şagird digərlərini də cəlb edir, həmin o zibili yerdən yığırlar, məsələn, 5-6 sinif bir yerdə, bu da fəal vətəndaşlıq idi. 6-cı sual. Şagird dərs zamanı qeyri-adi yanaşmalar, yəni qeyri-adi fikirlər irəli sürür və müəllimdir bu zaman nə etməlidir? Müəllim şagirdə, sinifdə fikrini rahat bölüşməsi üçün bir şərait yaratmalıdır. Müəllim deməlidir, sən otur, sən yaxşı bilirsən, sən əyləş yerində. Xeyr, biz həmin şagirdə şərait yaradırıq, həmin şagirdə imkan yaradırıq ki, o uşaq öz fikirlərini daha rahat şəkildə bildirsin və müzakirələrdə iştirak etsin. 7-ci sual isə qruplarla, yəni iş formaları ilə bağlıdır. Burada da bizə deyir ki, qruplarla iş zamanı iki şagird arasında mübahisə yaradır və fikirləri üst-üstə düşmür. Müəllim problemi necə həll edə bilər? Bax, belə bir məqamda biz əslində məsələn bəzi o məqamlarda deyirik ki, həmin məsələyə qarışmırıq. Sadəcə, yəni müəyyən istiqaməti veririk. Bəzən yəni bu bizim situasiyamızdan asılıdır cavablarımız, amma burada isə bizim ən effektiv cavabımız budur ki, müəllim hər şey şagirdin fikrini dinləyir, cavablarını ümumiləşdirir və bundan sonra nəticə çıxartmalıdır. Şagirdlər nəticə çıxartmalıdır. Yəni mən bunu da, amma belə bir şey var ki, ayrı-ayrılıqda dinləyirik. Yəni biz onları bir yerdə ikisini də yan-yana qoyub 130 durub dinləsək, sən danış, indi sən danış. Ondan məsələn bu başqa fikir bildirəcək, o bunun sözünü kəsəcək. Yəni biraz xaotiklik yaranacaq. Ona görə ayrı-ayrı əslində dinləməyimiz daha effektivdir. Yəni ayrı-ayrı onlarla söhbət aparmaq. Yox. Görsək ki, bu halda məsələn bu bizə cavabı vermir. Onda bir yerdə də məsələn onların hər birinin fikrini dinləyir ayrı-ayrılıqda və cavablarını onların ümumiləşdirib müəllim fikrini bildirir. Şagirdlər də müəllimin bildirdiyi fikirdən yol alaraq nəticə çıxardırlar. 8-ci sual iş üsulları ilə bağlıdır. Son dərs günümüzü də iştirak edən müəllimlər, heyf ki, mən onu YouTube-a yerləşdirmədim. Amma son dərs günümüzdə iştirak edən müəllimlər bilir ki, ayın 12-si müəllim deyir dərsdən çıxan nəticəni uzun-uzadı cümlələrlə yox, qısa lakonik şəkildə istəyirdi. Fikirlərin qısa lakonik şəkildə ifadə olunmasıydı. Dedim, 3 məqamda qarşımıza çıxır. Klasterdə, Sinkveyində və Sokrat dialoqunda. Amma bizdə mətnlə bağlı, dərslə bağlı istəyirsən, bu Sinkveyində. Elə burada da cavabımız Sinkveyin olacaq. Daha sonra 9-cu sual. Müəllim şagirdlərin maraq dairəsinə uyğun təlim metodlarını seçir. Ona uyğun təlim nəticəsi hazırlanır. Qiymətləndirmə isə təlim nəticəsinə uyğunlaşdırır. Müəllimin səhvi hardadır bizdən soruşur. Biz bilirik ki, hər bir şey dərsin təlim nəticəsinə əsaslanır. Ən sonda, bunu da ayın 12-si, ən sonda fikirləri yekunlaşdıranda müəllimlərə bildirdim ki, planlaşdırma ilə bağlı qarşınıza məsələ çıxanda yadda saxlayın ki, hər şey təlim nəticəsindən asılıdır. Bir mənalı olaraq biz heç nəyi, nə bilim, təlim nəticəsini meyara uyğunlaşdırmırıq, təlim nəticəsini metoda uyğunlaşdırmırıq, şagirdə uyğunlaşdırmırıq. Xeyr, biz yəni hər bir şey qiymətləndirmə meyarıda, qiymətləndirmə üsullarımızda, öyrənmə fəaliyyətimizdə hər şey bir mənalı olaraq təlim nəticəsindən asılıdır. Burada biz nə etməliyik? Təlim metodlarına müəllim səhvi hardadır? Müəllim təlim metodlarına uyğun təlim nəticəsini hazırlayır. Əksinə, yəni biz təlim nəticəsinə əsasən meyara hazırlamalıyıq. Yəni əksinə, təlim metoduna görə təlim nəticəsi yox, təlim nəticəsinə görə təlim metodu seçməli idik. Və gəlirik 10-cu suala. Kurikulumun şagird yönümlülük prinsipinə əsasən müəllim şagirdlərin maraq, ehtiyac və fərdi xüsusiyyətləri nəzərə alaraq, maraqlarını, ehtiyaclarını, fərdi xüsusiyyətlərini nəzərə alaraq təlim prosesini təşkil etməlidir. Aşağıdakı fəaliyyətlərdən hansı müəllimin yanlış fəaliyyətidir? Orada əslində bu sual biraz çaşdırıcı sualdır. Yəni biraz diqqətsizlik eləsələr müəllimlər bunu səhv eləyə bilərlər. Amma harda diqqətli oluruq? Bax bizə deyir ki,
Müəllim şagirdlərin marağını öyrənmək üçün valideynlə əlaqə qurur. Biz valideynlə əlaqə qurub onun marağını soruşmuruq. Düzdür, maraqlana bilərik. Hansı ki, bəzi uşaqlar var ki, heç cür biz onları tam olaraq, yəni necə deyək, onların metodunu öyrənə bilmirik də. Yəni biraz bizim üçün çətin olur. O zaman əlbəttə ki, valideynlə əməkdaşlıq edirik. Amma biz bütün şagirdin marağını öyrənmək üçün valideynlərlə əlaqə saxlamırıq. Bunu biz özümüz edirik. Diaqnostik qiymətləndirmə keçirərək, müxtəlif sinifdə fəaliyyətlər keçirərək biz özümüz öyrənirik. Ona görə də o variant yanlışdır. Və 11-ci sual, şagird dərsdə səhv cavab verir. Bu sual əslində biraz bəzi dedi ki, pozitiv intizam bərpa edici düşmüşdü variantda, belə bir fikirdə səsləndi. Yəni bunu mən ümumiləşdirib ümumi verilən fikrə uyğun qurdum. Deyir, şagird dərsdə səhv cavab verir, digər yoldaşı isə ona gülür. Müəllim gülən şagirdə sual verir ki, sən onun yerində olsaydın nə edərdin? Yəni ya da bilmirəm, yəni bunu əksini də yazan var idi ki, deyirlər ki, müəllim hansı ki o səhv cavab verən şagirdə sual verir ki, sən onun yerinə olsaydın məsələn gülərdin, gülməzdin. Bu tip olmayınca bu daha effektivdir ki, yəni mənə sual verir ki, nə olsun ki, yəni sən gülürsən amma o cavab verməyib. Sən bilməsəydin sualın cavabını nə edərdin? Yəni bu tipli ola bilər. İndi bizə deyir ki, müəllimin bu sualı verməkdə əsas məqsədi nədir? Şagirddə empatiya bacarığını inkişaf etdirmək. Yəni əgər biz bunu hansı ki orada pozitiv intizam və bərpa edici mühitdə qoymuşlar. Əgər bunu biz o biri uşağa versəydik, yəni bu səhv cavab verənə versəydilər, orada pozitiv intizam bərpa edici mühiti vermişlər. Burada isə cavabımız bu olacaq. Empatiya bacarığının inkişaf etdirilməsidir. Belə dəyərli müəllimlər, suallarımız bu qədərdir. Suallarımız keçən ilkinə nisbətən qat-qat çox asan düşüb. Yəni keçən il çox çətin düşmüşdü suallarımız. Bu il isə çox asandır. Yəni rahatlıqla siz burada 15+ yaza biləcəyiniz suallardır. Bir-iki dənə istisna əlbəttə ki var, amma yəni rahat yaza biləcəyiniz suallardır. Sizə qaranlıq qalan hansı suallar varsa 055 270 51 25 nömrəsindən əlaqə saxlaya bilərsiniz. Şərh bölməsində də yaza bilərsiniz fikirlərinizi. İmtahandan uğurla keçən bütün müəllimlərimizə uğurlar arzulayıram. İnşallah ki, vakansiya seçimlərdə uğurlu olsun. İnşallah ki, növbəti günlərdə bizim imtahan verəcək müəllimlərimiz daha çoxdur. Hər birinin uğurlu nəticələrini gözləyirəm və inanıram ki, hər bir müəllim öz mükəmməl nəticələrlə bizi sevindirəcək. Eyni zamanda dərsimizə iştirak etməyən, qoşulmayan və sadəcə izləyən müəllimlərimiz də varsa, hər birinin uğurlu nəticəsini görmək və şərh bölməsində bizimlə bölüşməsini istəyərəm. Belə dəyərli müəllimlər, hər birinizə uğurlar.